Akşamdan eşitirik ki benzinin qiyməti qalxacaq, hamımız gedir yolda şey deyirik ki, bir kanister artıq benzin. Güya ki, o bizim nəyimizə yarayır, kişilər. Yəni, bu məsələni biz kökündən həll eləmək üçün də dostlar, ən aşağısı bir həftə həmrəy olmaq lazım. Yəni, yığışmaq lazımdır bir yerə, problemləri həll eləmək. Yenə deyirəm. Gedin, hərə öz işinlə məşğul olsun, kim nə ilə məşğul olursun, bunu ölkəmizi qaydaya salaq, qaydaya salaq, hər şeyi yoluna qoyaq, bilək ki, övladlarımız, bax, adama deyərlər ki, bu boyda varın dövləti, sən deyirsən ki, 80 milyard bizim ehtiyatda pulumuz var neft fondunda. Başa düşmürəm ki. Gətir, böyük bir zavod tük, məsələn, maşın istehsalı, ölkədə bilirsən, niyə eləmir? Ona görə eləmir ki, bilir ki, bu ölkə bunun döyüş və bu ölkə bunluq döyüş. O bilir ki, Maduro ki, bu heykəli ki, şəhərdə sürürdülər. O bilir ki, onun gününə salacaqlar. O geçtez, inanın mənə. Yəni, bu İlham Əliyev bunu 100% bilir və Allahdan arzu edir ki, heç olmasa bu oğluna təhvil verib özü gedəndən sonra eləsinlər. İlham Əliyev əslində çox qorxaq adamdır, dostlar. O qədər qorxaqdır ki, yəni Heydər Əliyev də elə idi. O, Rövşən Cavodov məsələsində qaçırmış Rəsul Quliyev qoymuyor. Yəni, qorxusundan. Başa düşürsünüz? İlham Əliyev Ramiz Meytiyevi və yaxud da yığıb da bir adamlar var ki, dövlət çevrilişindən bağlı və yaxud da bir icra hakimiyyətinin o gün 47 gündən sonra rüşvət almağın üstündə götürüb işdən azad edib, tutmayıb, xəbərim yoxdur. İnanın mənə, mən onu o xəbəri eşidəndə vicdanım and olsun. Mən onu eşidəndə o xəbər çıxmışdı yazı ilə, oxumadım onu. Ona görə ki, bilirəm ki, cəfəngiyyatdır. Yəni, indi görünür o nəsə, cavan oğlan da özdə, yəni o 35-40 yaşı var. Mən elə belə şəkildə baxdım vidinə. Yəni, qoyub 47 gündən sonra da rəsm çıxardır ki, indi güya ki, bu nəsə eləyib və yaxud da güya ki, rüşvət alıb 200 min falan. Düşür. Başa düşmüyorum. Bu ölkənin malını İlham Əliyev oğurlayanda olar. Başçıdır. Pulunu verib, gedib rayona icra başçısı çıxartmaq üçün də deyək ki, filan yeri İlham Əliyev deyib ki, oradan 100 gətirərsən, bu da 200 eləyib ki, bu Sovetlərin vaxtında bizim bir dostumuz var, deyirəm, bir də danışmışam. Mədəniyyət evinin direktoru işləyirmiş. Adını özüm çəkmirəm ki, indi bilirlər də, yəni şeydir. Direktor işləyirmiş, Mədəniyyət şöbəsinin müdürü çağırılmış, bəs get kitabxanalardan, kəndlərdən, hərəsindən 50 manatdan yeri get, deyirəm, qonağımız gələcək, klublar, kitabxanalar falanlar zadlardır, yəni maaş alanlardan. Bu da gedir, deyib ki, bəs filan kəs müəllim deyir ki, 100 manatdan yığın, 100 manatdan yığıb, təsəvvür edin, bu da haradasa bir rayonda deyək ki, 80, məsələn, deyək ki, Bərdədə haradasa 120 kənd var. Elə rayonlar var ki, məsələn, deyək ki, orada ümumi kitabxananı, filanı zadı, klubların hamısını bir yerə yığanda 200-dən çoxu keçir, təsəvvür edeyim. Bu qəşəng ki, o Sovetlərin vaxtında da pul yaxşı vaxt idi də, səndəki 50 manat idi, maaş 120-130 manat idi şeydə, mədəniyyət evlərində, klublarda. Alır, yığır da, pul götürür də çıxmışlar adam. Ondan sonra da belə ölkə dağıldı filanca da, ondan sonra qayıtdı gəldi. O görə Nizami bəy nə yazır? Dostoyni kişilər, Salam Nizami bəy, xoş gördük. Şahiddim bəy, hər şeyi şərləməyi görmüşəm, amma pandemiyanın virusu şərləyən Azərbaycanda gördüm. Deyir, sərhədlər bağlı saxlayıram ki, pandemiya var. İndi o təbii məsələdir. İlham Əliyev öz pandemiyasını deyir. Onun o bizim pandemiya dəxli yoxdur. İlham Əliyev öz pandemiyasını çox gözəl tanıyır. Mən bilmirəm, sizə danışmışam. Bizim bir dostumuz var idi. Allah rəhmət eləsin. Bu günlərdə eşitdim ki, rəhmətə gedir. Yəni, belə şeydir, belə bilirsiniz, kasıflıq adamı doğrudan da şey edir.
Bu universitetdə oxuyurdu. O vaxt bizlə bir paralel bir yerdə qalırdıq. Yəni bir həyətdə qalırdıq. Çox gözəl bir insan idi. Bir gün danışdı ki, bizim bir müəllim var idi, deyir. Yəni şeydir. Bu anla gələndə deyir, biri fit çalır, deyir, bu dönür belə başlayır onu deməli şey eləməyə. Söyməyə. Təsəvvür edeyim. Deyirlər, ay filan kəs müəllim. Niyə? Deyir, ay filan kəs müəllim, niyə söyürsən? Bəlkə səndən döyür. Deyir, yox, mən öz fitimi tanıyıram. İndi əzizim, bu pandemiyada oradan gələn o xəstəliyi, pandemiyasını, İlham Əliyevə məxsus olan pandemiyanı bu gözəl bilir. Ona görə aşmır sərhəddi, bilirsən?